Bugün ikinci günə gedirik. Oradan da ailəmlə birlikdə soyuq əllər sürəylər. Yəni saat 2-də yatmağıma baxmayaraq səhər 6-ya qalmış yuxudan ayılıram. Budilnik 6 üçün qurmuşdum, amma mən hər zaman budilnikdən tez ayılmağı sevirəm və bu mənim xarakterim və xasiyyətimdir. Əvvəldən planlamışdım, çünki səhər durub saçlarımı yuyacaqdım. Qızlar elə bilirlər ki, mənim saçlarım keratindir. Qızlar, keratin deyil, öz saçlarımdır. Axır vaxtlar çalışıram ki, saçlarıma ütü feni vurmayım, daha çox qoruyum saçlarımı. Günə də kofesiz başlamıram. Mütləq tünd kofemi hər gün səhər içirəm. Çalışdığım qədərlə gündəlik minnətdarlıq dəftərimi yazıram və sir və onun kimi oxşar bir çox videoları izləyirəm. Bu mənə çox ayrıca güclü bir enerji verir. Hazırlaşıram, gedirəm mağazaya. Bu günləri mağazada bir çox işlərimiz var. Bu günlərdə artıq vitrinləri falan yığırıq deyənə iş çoxdur. Biraz sonra mamam gil gəlir, çünki Mələk artıq məktəbə getməlidir. Gətirdilər onu. Nə qədər də Mələk olmadan mənə asan dost, amma mən Mələk üçün çox darıxıram. O yanımda olan da ayrıca bir daha güclü oluram, daha xoşbəxt olub, daha sevincli oluram. Abed çatır və mama mənə isti qızlar qızdırıb bükmüşdü. Dolma göndərir, yanında qatıq göndərir, tortdan falan göndərir. O qədər ləzzətli idi ki, doyunca. Bu arada mağazamda qəşəng qeyri-adi çaşkam yoxdur, biləsiniz. Sabahları səhər 14-cü günü paylaşacağım. Ona görə bugün mağazada nə işlər görmüşsə bu vloqda paylaşmıram. Digər videoda paylaşacağım sizinlə. Axşam olur, papam gil gəlir, gedirik soyuq əllər, istirəklərə. Daha doğrusu mənə bu günlər bizi məcbur aparır. Heç vaxtımız yox idi, amma Mələyin də sözünü yerə sala bilməzdik. Gedirik və papam qızlar dolu tostu sınıyır. Papam bəyəndisə deməli doğrudan da dadlıdır. Həqiqətən mən də bəyəndim. Çox qəşəng gedir. Mələk də bəyəndi hətta. Nəsə ki, nə bir şey yeyirik orada. Amma ailəmlə bərabər getmişdim deyə, bəlkə ilk dəfə idi ki, soyuq əllər, istirəklər bu qədər mənim xoşuma gəlmişdi. Hər şey çox gözəl idi. Ailəmlə qəşəng vaxt keçirdik. Sonra bulvardakı yarmarkaya getdik. Oradan heç nə almadıq. Sonra Mələyi burada Təzərslan parka apardıq. Biraz Mələk oradan 1-2 atraksiyona minəndən sonra gəlirik, yolda pişk alırıq. Videoları maraqlıdırsa məni takip etməyi və bəyənməyi unutmayın.